Buyurun. O da öyle de yani. Tamam, Leman xanım. Bunda sessiz adına. Hə, buyur Ay xanım. Neredəsiz? Xanım yaxşıyam da, buyur aşkım. Leman xanım, mən ayrılmışam. Deməli, mən Türkiyədən talib gəlib. Nə məsləhət görürsünüz? Hardan? Türkiyədən. Nə deyib gəlib? Bəyənib də məni. Harda bəyənib sən Ay xanım? Harda bəyənib? O Türkiyədə, sən Azərbaycanda. Harda bəyənib? Hə? Qoyda şəkildə görüb. Hamısı toyda. Qohumumuz var, orada Türkiyədə əldə. Toyda görməsən siz sosial şəbəkədə görə, qabağıma çıxanda Türk açıq mənə təmiz danış. Toyda gördü. Acaqsa. Şəkildə görüb. Bu arada ailə qurmaq fikriniz var sizin? Nə edirsə mən almaq istəsəm? Yox, qardaşım sizi çox bəyənib, yanımdadır. Deyir, görsün evlənər mənlə. Haydi. Yox, aşkım, mənim ailə qurmaq fikrim yoxdur. Mən pox yerim, diqqət edirəm, tövbəliyəm. Çox sağ ol. Bu arada çox gözəlsiniz. Həmişə belə mehriban, güləriz olun. Az mənə bax, qardaşım nə bürcüdür? Elə biri soruşam, bürcüdə nə mənə? Qardaşım qız bölcüdür. Qız bölcüdən xoşunuzdan mı deyəsən? İşi də var. Boyu da 1.75. Sizi çox bəyənir. Yəni bütün günü sizin dalınızdadır. Adı nədir adı? Adı Fərid. Mən hədiyyə atan oğlan. Vallahi bəlkə doktor, nə bilim, xəbərim yoxdur. Olmaz. O, hep boş ver bacı, sən öz üçün, hə, Türkiyəli oğlan haradaydı, nə qarırdı? Qardaşımın yanında deyirsən, mən Türkiyədən bəyəniblər, arabır qalmayıb. Onun elçi gəlib də, məni başda elçi gəlmək istəyirlər. Getmə aşkım, mən sənin yerim olsam, öz Azərbaycan oğlanlarımızı bu hala yeyirəm, bərəkət and olsun, canlıdayam deyə demirəm. Düzdür, xaricilərin də, türklərin də hər bir kəsin yaxşısı var, amma hamının qabağına yaxşı çıxmır da aşkım. Yəni, burada döyülüb söylsən, qaçıb gəlsən anavın yanına, orada döyülüb söylsən, hara qaçasın aşkım? Orası düzdür, orası düzdür. Mən də sizin fikrinizi, bir iki nəfər padruqamın fikrindən... Biri var, neçə vaxtı tanıyasan, deyəsən ki, hə, mən buna güvənirəm. Bir də var ki, sən elə toyda görüb bəyənib, hə, dur, vur, qolva, çıx get. Elə nəyə lazım? Qardaşım deyir ki, bu arada Leman xanımın səsi çox gözəldir. Səsi nədir? Deyir, səsi çox gözəldir. Qəşən deyir, səsi var xanımın. Nə qardım ki, mənim də səsinlə bağlı? Tamam deyir, gəl. Deyir, hə, hədiyyə atmışam, düz deyir, atmışam deyir. Mən səsini eşitmirəm axı onun. Necə? Səsini eşitmirəm axı, harada dedi salam. Ramur da səsini çıxardır ki, bayaqdan bölümdə deyir ki, deyir, hədiyyə atmışam. Hanı səsini çıxartsın, baxın. Səsini çıxart da, nədən utanırsan? Oo, pıtıldayır az. Biraz çobud da. Qız bürcü və çobudluq mümkün deyil, ola bilməz. Belə səsi çobud da, amma özü yox, özü çox yaxşı xəsiyyəti var. Axam, səsi çobudluq kişidir ya, gizli ki bu. Mənə bək, görünəcəm, neysə, qardaşım başım O bırak. da ayrılıb, o da bəxti gətirməyib. Ay xanım, qardaşımı bırak. Mənə bax. Sən getmə, yaxşı? Getmək istəsən də əgər qonubsan, bir araşdır, sonra get. Yaxşı, düz deyir. Sonrası məndə beynimə baxdı. Döyülüb söyləndə yenə bir... Azərbaycanlıya ərə gedib, yeməyi gec gətirəndə nəslin usturaya düzülmədisə, bir dənə şillə yeməyib, nə bilim, qısqaçlıqdan belə dədən nənən söyülmədisə, ara yola çağılıb belə analıq olan sözləri eşitmədinsə, o nə münasibətdir. Düz deyirsiz xanım. Nə deyirəm, düz deyirsən, sərrət demə bu. Ailəsi də öpərsiniz, sizi də Öpərəm aşkım. Çox sağolun, var olun. Oldu bacım. Ne diyorsun ya? Oldu. Kızım. Sizin başınıza. Kızları fırladırsınız, kaçıp gedirlər. Boyunuzu yerə soxulsun. Bir dənə qız qalmayacaq Bakıda almağa. Bir ara ərəblər idi, düşmüşdüm o da. İndi bu türklər. Alo! Alırdılar dollar əllərində, gəzirdilər şəhərin ortasına. Hə!
Ne deyirsən xanım? Belə də aşkım, buyur. Ləman xanım, Aa, bir məsləhət alım. Forca balin ata bilərsiniz mənə. Nə olur, and verirəm Allaha, tıkı 1 milyonu keçək də. Hə, Ataram, mən özüm də sizə ataram yoldaşımın TikTokundan. yaxşı, atarsan. Merhaba, sənlə deyiləm, bunlarla. Hə, dərdimi danış. Ədim mənə xəyanət eləyib. Neyim mən ay Ləman xanım? Nə bildin eləyib? Gördüm də, eşitdim. Harda gördün, nə gördün? Yanımda dalmışdı da gizlincə. Yanımda danışdı ama gizlincə. Bu nə tür ulaşıydı? Elə bir də eşitmirəm də. Arif, bunu sən attın yoxsa attırdılar? Sağ ol Bakinski, TikTok'un en yaraşıqlı oğlanı. Gəlişiyle, yerişiyle, bütün qızların ölüm səbəbi Arif Bakinski. Mənə bax, mən neyniyərdim? Ayca. Qulaq as. Hə. Mən xəyanəti gördüm, neynədim? Özümü vurdum görməməzliyə. Böyle özüm üçün öz kefimdə. Mənki də götürüb Asimə, nə bilim, Ramazanı Rəmiyəni Ramazan, nə bilim, alımı balamı alım deyəndə də dedi ki, biz dostlarımdan belə zarafata aşkımla danışırıq. Başa düşdüm, balam, aşkım, başa düşdüm. Görməməzlikdən gəl. Uşağım var. 2 dənə övladım var, 11 Hə, fiso da aşkım, eybi yoxdur da, indi səhv edib də, bütün kişilərin ayağı büdürüyür də. Heç nə olmaz. Keç Siz geçsin. bağışlayın hə. Konuşma, yo, bağışlama ver başkasına. Ay kız, kişiler vefasız diye. Buradan ayrılacaksın ki başkasını tapacak, kalacaksın ortalıkta. Ama kadınlar öyle değil. Ne diyeceksin ayrılıp 11 ilden sonra? Yox, bu 11 ildə məni sevmədi, getdi xəyanət elədi. Az belki cadı zat eləyiblər, kişidir də. Harda gəldi, basılır. Hə? Ləman xanım, deyirlər bir dəfə eləyən ikinci dəfə də eləyəcək. O düz. Ay xanım, eləyən eləyir, söhbəti yox. Amma indi eləyib dayanacaq da. Sonra bir yolları var da, metodları var. Bir arvadlığın olsun, bir vicdiyin olsun, bir hərəkət elə də. Nə durub mal baxırsan, hər şey mərcanlıda nə edə istəyirsən? Nədir ki o yolları, mən bilmirəm. Az mən nə bilim, bilsəm gəlib atamın arabasında oturaram. Güzel. Araşdır da, vicdin olsun. Can, öpürəm səni Ləman. Cəmaat nə tərərini saxlayır əlində, sən də elə. Var ol, öpürəm səni. Neyləsin, məcbur. Yüz dəfə demişəm, statusa ərlərimizlə, sevgililərimizlə, WhatsApp-a, ora-bura gedəndə qaçıb qoyursunuz. 1000 dənə göz var, nəfis var, o var, bu var, çüz sizin başınıza. Şəkillərimiz bu dəqiqə mollalarda xatirələrdədir. Mollalar da boşluqdan bütün şəkilləri qəbul edib, cavab edir. Birinə ged yaxşılıq elə tutmayacaq. Kiminsə evin dağı sırazı. 1 saatdan sonra hazırdır. Alo. Alo. Hə. Ləman xanım, nəsiniz? Bir dəqiqə ya. Kişilərin yaxşılarından qıraq etibar yoxdur. Heç bəzilərdən. O yazdığı görürdünüz, adını çəkmirəm, TikTokda bir qadın var idi. Dalaşsam da neynəsəm də özü bilər. Oturur deyə. Ərim. Gördünüz neynədir ərim? Hamıya acar çəkmişdi, aləmə, ora, bura, zırta, pırta, zırta. Qızıllarım, nə bilim, üzüklərim. Onunla döyləyə ay bala. Açıb hər yerə göstərirsiniz. 1 milyon olar, keçəkdə 1 milyon öpürüm anavızın qulağından. İnanmayın, cəmaat heç 10 illik ərinə güvən yoxdur indi. Qalmışdı ki, hə, danış sən, eşidirəm. Ləman xanım, mənə incə baskı edirlər, mən nə qara bilərəm? Nə qarlar? Baskı. Baskı nədir? Baskı. Niyə? Nə bilim, üstümə gəldi. Niyə ay qardaş? Tapırsan onlara deyirəm, mən nə bilim. Baskı gəlib nə deyirlər sənə? Nə günümü gün eləmirlər, yersiz yerə edirlər, dağılsınlar. Kişi deyirsən? Nə? Deyirəm kişisən? Oğlan da danışan? Hə? Sezənlərə görə mən narahat eləməyim. Satmır. Yediyim Hindistan kartoşkası yandırmışam, palit eləmə. Hindistandan göndərib izləyici. Allah, elə belə kartoşka deyirəm. Hə. Ay bacı, danışsan. Şüphem qızı.
Hə. Alo, sən var. Salam. Nə halım? Alo. Hə. Mən ailəliyəm. Mən xalam qızda, mən eltimdir. Təbrik edirəm. Elti nədir? Xalam qızda. Elti nədir? Elti. Qaynımın yoldaşı da. Qaynının yoldaşı. Aha, qız-qıza. Xalamın qızıdır. Hə. Mənim baldızım da həmin o elti olan xalam qızının qardaşındadır. O içində xala-xala oynamısınız, hə? Kim kimə, hə? Hı. Klas oynadınız, sən belə gedəndə. İndi də baldızım boşanır. Aha. Baldızım boşuyurlar. Ve bir şey başa düşən atasına verdi. Aha. Bax, yanına. Necə? Xalam qızda iltimdir. Baldızım da xalam iltim olan. Beyni bir rol verdi, hə? Qızın qardaşındadır da. Ha, başa düşdüm sən, başa düşdüm. Aysa. İndi o baldızımı boşuyurlar. Xalam oğlu baldızımı boşuyur. Qaynanam da deyir ki, mənim qızımı boşansam, mən də sizi boşuyuram. Elədir də, qız-qız olan elədir də. İndi qalmışıq belə. Bütün bunlar vaxt davam edir. İndi sənki onuncunu boşasaq, onuncu da sənkini boşayacaq da, hə? Olmağın ən istəridir. Elədir də, qız-qız eləmişsiniz ona görə. Neymişik? Qız-qıza. Anlamadım ama olsun. Qız-qıza gedir də, sizdən bizə, bizdən sizə. Ayıqam. İndi ona nasıl yaptın səndən o? Nə mənə dayı xanım? Bu işin axırını nə görürsən? Heç də baldızın boşanması, sən də otur həyatını yaşa. Ərin nədir? Əsas məsələ ərindir, bu nədir? Qaynanam yamanda ərim belə də, yəni ki, biz deyir, mən fərqim tutur. Xalam deyir ki, niyə boşuyuruq ki? Əgər boşanmaq istəyir, boşansınlar da səni bağlıdırlar bəyəm o. Sən doğanda o doğur. Arvad deyir ki, sizi boşaltdıracam deyir. Yox, sən doğanda o doğur. Yox. Hə. Görsəz nə cür qaynanlar var, söz bilirlər ki, nə bilməyim. Dedim, qoy dərdimizi də danışın. Ay, baş qoşma. Boş ver. Xoşbəxt ol, mən həmişə... Nətər edir bunlar barışdıraq? Nə bilim, indi gerək ki, xalam qızım... Baldızın da dilini soxsun qarnına da. Evet, baldızımı xalam oğlu boşanmasın ki, biz də oturaq yerinizdə. Baldızın boşanmağı sənə də sərf eləmir. Gəl bir kəlbə oturacaq ayağının altında. Eyvallah. Eyvallah. Sən xalın oğlu da öldürüb. Boşayacaqdın, sən eşə alırdın bunu. Elə ol beləndə. İndi bizə deyirik ki, onu boşanma. O da deyir ki, yox, dolanma, boşayacaq. Həqqı. Qarışıq bir məsələ. İndi onlar boşansa, ərin səndən boşanacaq. Ne qərb evliyəcəz bu? Qaynanam da. Oy, hara getsən həyatın baldızından asılıdır. Aysan. Eşikli baldız olmaq ləmə. Molladan zatdan tapdan dilin ağzını bağlatdır gedən, nə qaraq da? Bilmirəm, belə şeyləri bilməm. Şurası kimdə var, kim bilər? İmdad edirəm, ləmə. Necə biləyək? Nə bilim. Yaxşı, Heç nə deyirik. Qanım qaraldı sənə görə. Fikir vermə, yaxşı olar, ərin də elə bu mınım. Öpürəm sən, ləmə. Ha, Özünə müğayyət ol.